Salam uşaqlar, MB Tədris Mərkəzi Riyaziyyat kanalında xoş gördük sizi. Bu günlər sizinlə güvən nəşrləri 5-7-ci siniflər üçün olan bu kitabda ehtimal bölməsinin B variantına aid olan sualların həllinə baxacaq. Qeyd edim ki, variant üzrə ümumilikdə 15 test var. Demək, testlərin həllinə başlayırıq. Birinci suala başlamazdan əvvəl sizdən demək, videonu bəyənməyi, kanala abunə deyilsə abunə olmağı və videonu dostlarınıza paylaşmağı tövsiyə edirəm sizə. Bir də ki, suallarla bağlı istənilən sizi maraqlandıran məqam varsa, şərh bölməsinə yazın, hökmən cavablandıracağım. İnşallah başlayırıq suallara. Birinci sualda deyir ki, 0, 2, 4, 6 rəqəmlərlə düzəldilmiş rəqəmləri fərqli olan 3 rəqəmli ədədlərin sayını tapın. 3 rəqəmli ədəd olsun uşaqlar. Bu 1 rəqəmi olsun, bu 1 rəqəmi olsun, bu da 1 rəqəmi olsun. Rəqəmlər fərqli olsun və onların sayını tapırıq. Qeyd edim ki, rəqəm 0 ilə başlaya bilməz. Ona görə burada 3 hal ola bilər. Burada 2, 4 və 6 qeyd oluna bilər. Yəni buradan 3 hal ola bilər. Sonra keçək digərinə. Digərində 4 rəqəmin 4-ü də ola bilər. Amma məsələ burasındadır ki, biri bu hissədə yazıldığına görə təkrarlana bilməz. Ona görə burada da 3 olacaq. Yəni ki, məsələn, ta ki ilk öncə bu sıraya 2 yazmışıqsa, ikincidə artıq 2 olmayacaq. Ona görə də 4, əslində 4-ünü də yaza biləcəkdik. 0, 2, 4, 6-nın hamısı mümkün idi ikinciyə yazmaq. Amma biri ondan daha əvvələ yazıldığına görə biri əksik olacaq. Çünki deyir ki, rəqəmləri fərqli olsun. Rəqəmləri fərqli olmalıdır bu səbəbdən. Sonra üçüncüdə isə verilən o 4 rəqəmdən ikisini yalnız yaza bilir. Çünki ondan daha öndə 2 rəqəm yazılmış olacaq. Məsələn, bura deyək ki, məsələn 2 və 4 yazılıbsa, artıq 0-dan 6-nı yazmaq mümkün olar. Yəni 2 və 4-ü yox. Ona görə də 2 variant yazmaq olar. Bilirsiniz ki, burada ehtimal tapılanda vurma üsulu ilə tapılırdı. Seçimli suallarda vurma üsulu tətbiq olunur. 3 isə 9, o 2, 18 A variantı. Birinci sualda. İkinci suala bax. Daha sonraki sualda deyir ki, onun zərrin üzərindəki rəqəmlər, zərrin üzərində fərqli rəqəmlər qeyd olunub da. Ənənəvi bizim gördüyümüz zər kimi deyil. Belə bir rəqəmlər qeyd olunmuşdur. Bu zər bir dəfə atdıqda üst üzə düşən xalın mürəkkəb ədəd olması hadisəsi üçün əlverişli halların sayını tapın. Mürəkkəb ədədlərin sayını tapmalıyıq. Ümumiyyətlə, burada mümkün halların zər bir kubdur. Kubun 6 üzü var. Mümkün halların sayı 6-dır. Ehtimal istəmirik, elə belə yazıram sadəcə olaraq. Yəni ki, mümkün üzərində sayı 6-dır. Yazmayaq bəlkə, çaşdırarsız ola bilsin. Çünki mümkün halları soruşur sadəcə. 4 mürəkkəb halda, 6, 8 və 9 mürəkkəb halda. Ümumilikdə 4 dənə mürəkkəb hal var. Ehtimalı desə 4-ü 6-ya böləcəkdik. Çünki mümkün olan halların sayı 6 idi. Əlverişli halların sayı isə 4-dür. Üçüncü sualda deyir ki, 2 rəqəmli natural ədədlərdən seçilmiş bir ədədin rəqəmləri hasilinin 12 olması hadisə üçün əlverişli halların sayını tapın. 2 rəqəmli ədədi təşkil edən rəqəmlərdən biri 1, digəri 12 olsa, 12 rəqəm deyil. Çünki 2 rəqəmli ədədi təşkil edən ədədlər 9-dan böyük ola bilməz. Ona görə bu belə ola bilməz. Biri 2 olsa, 2 rəqəmli ədədi, biri 6 olsa, hər ikisinin hasili 12 verər. Biri 3 olsa, digəri 4 olsa, hasili 12 verər. Biri 4, digəri 3 olsa, yenə də birincini görürsə artıra gedirəm, 12 ola bilər. 5 olsa o alınmır, 6 olsa birinci ədədi, 6 olsa ikinci ədədi, 2 olsa 12 ola bilər. Görürsünüz ki, burada əlverişli halların ümumi sayı 4 dənədir. Hadisə üçün əlverişli halları soruşurdu elə, doğru cavab 4-dür. Növbəti suala baxaq. Elvinin 4 şalvarı və 5 köynəyi var. Və bu paltarı neçə üsulla geyinə bilər? Uşaqlar, qeyd elədiyim kimi, seçmə üsullu suallarda əgər A elementi n sayda variantı varsa, B elementində m sayda. Yəni A elementinin 4 sayda, B elementinin isə 5 sayda. Qaydalar əsasən 4 ilə 5 bir-birinə vurulur ehtimal tapılarkən. 4 vur 5 bərabər 20. Doğru cavab D variantı 4-də. 5-ci suala baxaq. 3 zəri atdıqda düşən xalların cəminin 5 olması hadisəsi üçün əlverişli halların sayını tapın. Bax, 3 dənə zərdir uşaqlar. 1 zər, 2 zər və 3 zər. Birinci zəri 1 kimi qəbul eləyək. İkinci zər, o da 1 düşsün. Və sonda 5 alınmaq üçün bura hökmən 3 yazmalıyıq. Biri olduğu kimi saxlayıb ikinciyə 2 versək, gərək sonraki 2 ola. Çünki 1 plus 2 plus 2 verər 5-i. 1 qalsa, əvvəlki 1 qalsa, sonraki 3 olsa, sonraki 1 ola bilər.
Yenə 1-i saxlayıb 4 yazsaz 1 plus 4 5 eləyir. Gələk sonuncuya 0 yazaq. Zərdə də 0 olmur. Demək ki, bu variant keçərli deyil. Növbəti, birin ilk zəri 2 düşsə, daha sonrakına 1 versək, sonraki gərək 2 ola. Sonra ikinciyə 2 versək, sonraki gərək 1 ola. İkinciyə 3 versək, 2 ilə 3-ün cəmi 5 verir, sonuncu gərək 0 ola, o da mümkün deyil. Sonra ilk zərə 3 versək, sonraki bunu da ayrı yazırım. 3 versək, sonrakına 1 versək və sonra yenə 1 versək 5 olar. Sonrakına 2 versək, sonrakına gərək 0 yazaq, o da mümkün deyil. Ümumilikdə sayısız 3 al burada var, 3 al da burada var. Demək, əlverişli halların sayı 6 alınır. Doğru cavab D variantı. Növbəti suala baxaq. Demək, 6-cı sualda deyir ki, 9, 8, 7 və 6 rəqəmlərin köməyi ilə düzəldilə bilən rəqəmləri fərqli olan 3 rəqəmli ədədlərin sayını tapın. 3 rəqəmli ədəddə amma rəqəmlər fərqli olsun. 3 rəqəmli ədəddə. İstənilən 4-ünü də yaza bilərik. Digərinə 3-ünü yaza biləcəyik. Çünki məsələn tutaq ki, bura 9 yazmışıqsa bir ilk ədədə bu sayları göstərir. 4 burada olsa 3 burada. Çünki bura 9, 8, 7 və 6-nı qeyd edə bilərik. İstənilən birini. Məsələn, tutaq ki, bura 6-nı qeyd eləmişsinizsə, bu 6-nın rəngini dəyişirəm 6. Artıq digərində, ikincidə artıq 6-nı qeyd eləmək mümkün olmayacaq. Çünki rəqəmlərin fərqli olmağı onun istəyir. Burada artıq 9, 8, 7-ni qeyd eləmək mümkün olacaq. Demək, 3 al olacaq. Tutaq ki, gəlin fərz eləyən ki, bunu da 8, 7-ni bu rəngə yazıyorum. 6, 9 yazdıqsa, üçüncüyə artıq 7 və 8 yaza bilirik. Demək, burada da 2 hal mümkün olur. Hər dəfə bir-bir azala gedəcək. Çünki əvvəldə qeyd eləmişəm, rəqəmlər fərqli olmalıdır. Yox, rəqəmlər fərqli olmasa elə 4, 4, 4 gedəcəkdir. 3, 4 bir-birinə vurulacaqdır. Buradan isə alınır 12 vur 2, 24 D variantı. Növbəti suala baxırıq uşaqlar. Belə bir sual. 1, 3, 5, 7 rəqəmlərinə düzəlmiş və rəqəmləri artan sıra ilə düzülən neçə 2 rəqəmli natural ədəd var? Rəqəmlər artan sıra ilə düzülməsi şərtdir. Rəqəmlər artan sıra ilə düzülsə, neçə 2 rəqəmli ədəd var? 2 rəqəmli ədəd təbii ki, ən öndə 7 ola bilməz ən öndə. Çünki 7-dən daha sonra ədəd arta bilmir. Demək, öndə ola bilər 1. 1 olsa hansı variantlar var? 1 olsa var 3 variantı. 1 olsa birdən sonra gələ bilər 5 ola bilər. Birdən sonra gələ bilər 7. 2 rəqəmli ədəddən söhbət gedirdi. Ona görə belə bir variant var. Sonra 3 ola bilər öndə. 3 olsa şaxələndirmə üsulu ilə tapırıq da. 3 olsa 3-dən sonra 5 ola bilər, 3-dən sonra 7. Çünki rəqəmlər artan sıra ilə düzülsün deyir. Burada var ki, rəqəmlər artan sıra ilə düzülsün. Yəni əvvəlki ədəd kiçik olsun, sonraki ədəd böyük olsun. Sonra ilk ədədi 5 versəz, 5-dən sonra bir dənə 7 ola bilər. Gördüyünüz kimi burada ümumilikdə 6 variant var. 7-ci sualın cavabı 1. 2 zəri bir dəfə atdıqda düşən xalların fərqli olması hadisəsi üçün əlverişli halların sayını tapın. Bilirsiniz ki, zəri ümumiyyətlə hər zərdə 6 dənə öz olduğuna görə 6 vur 6 mümkün halların sayı 36-dır. Gəlin eyni olması hallarının sayını tapaq. Eyni olması belədir ki, 36 dənə mümkün hal var. Eyni ola bilər 1-1 olsa, hər ikisi 1 düşsə, 2-2 olsa, 3-3 olsa, 4-4 olsa, 5-5 olsa, 6-6 olsa. Yəni, ümumilikdə 6 halda onlar eyni olacaq. Eyni olmayanları istəyirsə, ümumi halların sayı 36-dır, 6 halı çıxırıq, qalır 30 hal. Doğru cavab A variantı. Demək, 2 rəqəmli natural ədədlərdən seçilmiş bir ədədin 12-yə qalıqsız bölünməsi hadisəsini ehtimalı tapın. Uşaqlar, 2 rəqəmli ədədlərin içərisində ən kiçiyi 10, ən böyüyü isə 99-dur. Burada 12-yə qalıqsız bölünənləri tapanda 99-u 12-yə bölürsünüz və 12-yə böləndə burada 8 çıxır, 96 alınır, qalır 3. Demək, 8 dənə bölən var. Ən kiçiyi 12-dir, o da ilk bilirsiniz ki, burada ilk ədədlər 1-dən 9-a qədər olan ədədlər sırasında 12-yə bölünən ədəd yoxdur. Ona görə bu 8 özü mümkün halların ümumi sayı sayılır. Burada P ehtimal tavanda, daha doğrusu əlverişli halların sayını, yəni 8-i
8 dənə belə hal var da, 12-yə bölünən hal var. Onu bölürük ümumi halların sayına. Ümumi halların sayı isə 99 deyil. 99 çıx ilk 9. Çünki 2 rəqəmli ədədlər istəyir. 9-u çıxacaqsınız. Çünki qeyd elədiyim kimi o ancaq 2 rəqəmli ədədlər istəyir. Bax fikir verin. Bölünən hadisəsini etmək. 2 rəqəmli ədəd, natural ədədlərdən söhbət gedir. Alınır 90-da 8, o da ixtisar getsə 45-də 4 alınır. Doğru cavab C variantı ola bilər. Ola bilər deyəndə, yəni C variantı cavab. 10-cu sualda 0, 1 və 3 rəqəmlərindən düzəlmiş rəqəmləri fərqli 3 rəqəmli ədədlərdən biri təsadüfi seçilir. Seçilən ədədin 10-a bölünən ədəd olması ehtimalını tapın. Uşaqlar, demək, elə düzəlmiş rəqəmlərin 3 rəqəmli bir ədəddən söhbət eləyəcək. Bu bir rəqəm, bu bir rəqəm, buradakı bir rəqəm. 3 rəqəmli ədəd isə ön hissəyə 0 yazıla bilməz. Buraya ya 1 yazıla bilər, ya 3, yəni 2 variant var burada. İkincidə isə 0 da yazmaq olar, 1 də 3 də. Amma məsələ burasındadır ki, məsələn, ön sıraya 1 yazsa, tutaq ki, bu sıraya bir dənə qaytaraq onu. Ön sıraya bir dənə 1 yazsaz, digər sırada gərək 1 olmasın. Demək, burada da 2 qalır. Bax, bu səbəbdən. Bax, o fikrə görə biz burada 2 dənə qalır. Digərində isə, məsələn, tutaq ki, bura 1 yazmışsınız, bura 3 yazmışsınızsa, digərinə yalnız 0 yaza bilirsiniz. Demək, bir dənə də variant burada qalır. Demək, nədir bu? Seçimli suallar formasında cavab tapanda 2 vur 2 vur 1 alınır. 4 dənə ümumi mümkün hal var. Bu ümumi mümkün halların sayı 4'dür. Ancaq əlverişli halların sayını hələ tapmamışıq. P ehtimal bərabərdir. Mümkün halların sayını 4 tapdıq. İndi əlverişli hallara baxaq. Əvvəli 1 olsa, əvvəldə 0 ola bilməz. 1 olsa, ona bölünməsi üçün birisi ədədin sonuncu rəqəmə hökmən 0 olmalıdır. Bu 0 olacaqsa, qarşı tərəfdə ya burada 1, burada 3, ya da burada 3, burada 1 olar. Yəni, ümumilikdə 2 dənə belə hal var da, sonu 0 ola bilən. Ona görə də doğru cavab budur ki, 2 dənə də burada əlverişli hal var. Böləndə 2-də 1 alınır. Yəni ki, 0.5 B variantı. Onun sual elədi. Test tapşırığı 4 mümkün cavabla ABCD təqdim olunmuşsa, cavabı bilməyən Ramilin doğru cavabı tapması ehtimalı nə qədərdir? Ramil cavabları heç bilmirsə və cəmi bir dənə düzgün cavab varsa, yəni P ehtimalında əlverişli hal, yəni düzgün hal bir dənədir cəmi. Mümkün hal isə Ramilin seçilə biləcəyi halların sayı isə 4 dənə olduğuna görə 0,25, 4'də 1 çünki 0,25 eləyir. Oradan cavab çıxır B variantı. Növbəti suala baxırıq. 12-ci sual deyir ki, Elvinin 4 şalvarı, 3 köynəyi və 2 ayaqqabısı var. O, bunları neçə üsulla geyinə bilər? Seçimli suallar idi burada. Yenə də deyirdi ki, A elementini N variantda, B elementi N variantda, C isə məsələn K variantda seçilirsə, bunların ehtimal tapanda onların hər üçü bir-birinə vurulurdu. 2. Alınır 12 vur 2, 24 D variantı. Yəni bunların hamısı bir-birinə vururuq sadəcə olaraq. Çünki seçimli suallarda belə idi qayda. Qayda var idi. Qayda keçmişsiniz, belə idi qayda. 13-cü suala baxırıq uşaqlar. 13-cü sualda nə deyir görək? Aşağıdakilərdən hansı zərif bir dəfə atdıqda baş verən A hadisəsinin ehtimalı ola bilməz? P ehtimalı zər atarkən mümkün halların sayı 6 olur. Burada məsələn kəsrə fikir versək 6-nı 2-yə vursaz yuxarıda 2-yə 6-da 2 ehtimal alına bilər məsələn. Belə bir hal ola bilər. 3-ə vursaz 6-da 3 ola bilər. Sonra sürət və məxrəci 6-ya vursaz 1 vur 6-ya 6-da 6 kimi yazmaq olar. Yəni 6-da bunları fərqli formatda yazsaz bu 6-da 2 ola bilər. Bu ola bilər yenə 6-da 3 ola bilər. Yuxarı aşağı 3-ə vurdum. Bu 6-da 6 ola bilər. Amma bu 4'ü 1'ə vursaq 4'də 1 olur. 2'ə vuranda 8'də 6'da nəsə alınmır. Amma mümkün halların sayı zərdə 6 olaraq ona görə də A variantındakı hal ola bilməz. Növbəti suala baxırıq. Diaqramda nə var diaqram? Torbada nə var görək? Torbada nə var? Diaqramda torbadakı şarların sayı haqqında məlumat vermişdir. Bu torbadan təsadüfi çıxarılan bir şarın sarı olması ehtimalını tapın.
Demək uşaqlar, sarı 6, bax yazıram, sarı 6 dənədir. Sonra 11 dənə yaşıl, yaşıl 11 dənədir. Sonra göy şar isə 8 dənədir. Ümumi göy. Ümumi qiyməti eləyir 25 dənədir. 25 dənə şar var. Bizdən sarı olmasının ehtimalı sarı. Demək P ehtimalı P bərabərdir. Mümkün olan halların sayı, yəni 25. Bir də əlverişli bizim axtardığımız, yəni halın sayı isə 6 olur. Bu zaman bunun dəqiq qiymətini tapmaq istəyəndə sürət və məxrəci 4-ə vursaz, olar %24. O da 0,24 deməkdir, bilirsiniz. Doğru cavab A variantı 14-də. 15-ci suala baxaq. 15-ci sualda deyir ki, bu sonun sualıdır. Deyir ki, A hadisəsinin baş verməsi ehtimalı, baş verməməsi ehtimalından 4 dəfə kiçikdir. Bax, hadisənin baş verməsi ehtimalı ilə baş verməməsi ehtimalının üst-üstə gələndə cavab həmişə 1 alınır. Çünki deyək ki, bir hadisənin baş vermə ehtimalı, məsələn deyirəm, tutaq ki, ayrı bir fikir, özümdən bir fikir olaraq deyirəm ki, bir hadisənin baş verməsi ehtimalı 4-də 1-dirsə, onun baş verməməsi ehtimalı 4-də 3 olur. Bunları isə cəmləndə 4-də 4 alınır, o da 1-ə bərabərdir. Bunu unutmuruq, bu bir qaydadır. Bunu yadda saxlamalıyıq. İndi A hadisəsinin baş verməsi ehtimalı, baş verməməsi ehtimalından 4 dəfə kiçikdir. Bir də bax, baş verməsi ehtimalı, bir də baş verməməsi. Baş verməməsi ehtimalı x isə, baş verməsi ehtimalı x böl 4-dür. Onda alınır ki, x bölək 4 üstə gələk x bərabərdir 1. Çünki baş verməsi ilə baş verməməsi ehtimalını cəmi dediyim üçün 1-ə bərabər olmalıdır. Alınır ki, 4-də x üstə gələk. Bu x isə 4-də 4x yaza bilərsiniz də. Çünki 4 ilə 4-ü böləndə sadəcə x qalır, bərabərdir 1. Alınır 4 məxrəc eyni oldu, saxlayırıq yerində. Surətləri toplayırıq. 5x, 4-də 5x bərabər 1. Bilirsiniz ki, bu halda məxrəci yan tərəfə vururlar. Olur 5x bərabər 4, x bərabərdir. Demək, 0,8. Çünki 4-ü 5-ə böləndə, yəni belə alınır da, 4 bölək 5, o da bərabərdir 0,8. Demək, x-in qiyməti oldu nə? Bura x yazmışdı. Qiyməti oldu 0,8. Bəs bunun qiyməti baş verməsi, bax, baş verməsi ehtimalını soruşur. Yəni 0,8-i böləcəyik 4-ə, o da bərabərdir 0,2 A variantı. 15-ci sual idi. Yekunlaşdı bu bölmədə. Diqqətlə dinlədiyinizə görə təşəkkür edirəm. Sualların izahı ilə bağlı hər hansı bir fikriniz olsa, şərh bölməsinə qeyd edin. YouTube studiyada o mənə mesaj kimi gəlir. İnşallah ki, qiymətlə cavab yazacağım. Hər birinizə uğurlar. Görüşərik. Hələlik.